Baxın, mən bəstələdiyim bir neçə nəğmə var. Bəyək dediniz, özünüzdən razısınız. Əlbəttə ki, mən tamaşaçının tanıdığı Murad Arifdən bəlkə də razı deyiləm, amma mən özüm tanıdığım Murad Arifdən razıyam. Məsəl üçün, mən autizm sindromlu balalarımız üçün fərqliyəm, sizdən biriyəm. Elina intihar etdikdən sonra o Kabirlə bərabər yaşamalı mahnısını yazdım. Toğrul Nərimanbəyovun xatirəsinə sevgililər mahnısı yazdım. Bunların hər biri ayrı-ayrılıqda çox ciddi musiqilərdir. Amma mən nə edim ki, 35-40 milyonu gedə yoppalara yığır. Mən məsuliyyət daşıyıram. Əgər insanlar əyləncəli kontenti istəyirlərsə. Mən yazdığım musiqilər arasında səni düşündüm, qədər heç kəsi düşünmədim. Röyanın Xəyamın oxuduğu nəğmə. Mən bilirəm ki, o musiqidir. Amma mən məsuliyyət daşımıram, insanlar yalnız hoppaları tanıyırsa. Bunu tam olaraq əyləncə kimi netləşdirmək nə qədər düzgündür. Məncə adamlar düşünməyə məcbur eləməyən, adamın beynini yormayan əyləncələrə daha çox üstünlük verir. Yəni səviyyəli əyləncədən daha çox səviyyəsiz əyləncəni sevirəm. Mən ona səviyyəsiz əyləncə demirəm. Birinci burada bir düzəliş edim, mən zəhmət olmasa fikrimi bildirim bu barədə. Mən hesab eləmirəm ki, yolxucu sözlərlə, çox bəsit notlardan ibarət çılğın treklər səviyyəsiz adlanacaq. Çünki bu özü-özlüyündə bir janr kimi var olmağa layiqdir. Misal üçün 80-ci illərdə bizim valideynlərimiz də rumu çəqi, həfanana mətn də yox idi orada. Aparıcının sərsəm kəlmələri idi. Aman be hadika kaynaşalım kız çaqqıdı. Kim yazıb sözləri və musiqisi Sezen Aksu. Biz bu janra səviyyəsiz deməklə musiqi bilgilərimizin qıt olduğunu ifadə edirik yalnız. Yaxşı və yaxud pis janr yoxdur da. Eyni müəllif həm ciddi əsər də yaza bilər.